Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 14-dən 16-ya qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Məsələ və misallar 1. Boş xanaları uyğun ədədləri tap və verilmiş kəsrə bərabər kəsirlər yaz. 28-də 14 bərabərdir. 14-də 7 bərabərdir 2-də 1. 28-i 2-yə böləndə 14, 14-ü də 7-yə böləndə 2 qalır. 14-ü 2-yə 7, 7-ni 7-yə 1 qalır. Yəni burada birinci xana 7, ikinciyə 14, üçüncüdə 2, dördüncü 2, beşinci 7. Digərində 5-də 2 bərabərdir 20-də 8 bərabərdir 40-da 16. 5-də 2 vur 4, 20-də 8 vur 2, 40-da 16. 42-dən 12 bölünsün 2, 21-də 6 bölünsün 3 bərabər 7-də 2. 3-də 2 vurulsun 2, 6-da 4 vurulsun 4 bərabərdir 24-də 16. 100-də 50 bölünsün 2, 50-də 25 bərabərdir. Bölünsün 5 bərabərdir 10-da 5, bölünsün 5 bərabərdir 2-də 1. 2. Kəsirləri ixtisar et. 8-də 6 bərabərdir 4-də 3, 6-da 3 bərabərdir 2-də 1, 30-da 2 bərabərdir 3-də 2, 50-də 45 bərabərdir 10-da 9, 35-də 21 bərabərdir 5-də 3, 55-də 22 bərabərdir 5-də 2. 3. Hesabla və ixtisar olmayan kəsir şəklində yaz. 8-də 3 üstəgəl 8-də 1 bərabərdir 8-də 4 bərabərdir 2-də 1. 9-da 7 çıxılsın 9-da 4 bərabərdir 9-da 3 bərabərdir 3-də 1. 12-də 1 üstəgəl 12-də 2 bərabərdir 12-də 3 bərabərdir 4-də 1. 9-da 7 çıxılsın 9-da 1 bərabərdir 9-da 6 bərabərdir 3-də 2. 10-da 6 üstəgəl 10-da 2 bərabərdir 10-da 8 bərabərdir 5-də 4. 1 çıxılsın 6-da 2 bərabərdir 6-da 4 bərabərdir 3-də 2. 16-da 5 üstəgəl 16-da 3 üstəgəl 16-da 4 bərabərdir 16-da 12 bərabərdir 4-də 3. 1 çıxılsın 16-da 8 bərabərdir 16-da 8 bərabərdir 8-də 1. 4. Müqayisə et. 7-də 1 üstə 7-də 1. 7. Gəlin mən bunları deməyim, aşağıda olanları deyim. 7-də 2 böyükdür 9-da 2-dən. 5-də 4 böyükdür 1-dən. 5-də 4 kiçikdir 1-dən. 6-da 6 böyükdür 9-da 8-dən. 8-də 6 bərabərdir 4-də 3-ə. 1 tam 2-də 1 böyükdür 4-də 3-dən. 3-də 1 böyükdür 6-da 4-dən, bərabərdir 3-də 2-yə. 1 bərabərdir 3-də 3-ə. 12-də 6 kiçikdir 10-da 6-dan. 5. Kəsirləri sırala. A. Artan sırayla. 2-də 1, 8-də 5, 16-da 3. B. Azalan sırayla. 125-də 100, 25-də 10, 5-də 1. Keçək səhifə 15-ə. 6. Müqayisənin doğru olması üçün boş xanalara hər hansı bir qarşı ədəd yaz. 1 böyükdür 2 tam 4-də 3-dən böyük kiçikdir. 1 kiçikdir 2 tam 4-də 3-dən kiçikdir. 3 tam 9-da 5-dən. 7-də 2 kiçikdir 1 tam 7-də 1-dən. O da kiçikdir 1 tam 7-də 2-dən. 5 tam 6-da 2 kiçikdir 5 tam 6-da 3-dən. O da kiçikdir 6-dan. 2 kiçikdir 2 tam 5-də 4-dən. O da kiçikdir 3-dən. 7. Gün ərzində heyvanların yatdığı saatlara əsasən cədvəl doldur. Heyvanın adı it, günün hansı hissəsini yatır? 24-də 10, ixtisar olunmayan kəsirlər 12-də 5.
Şiir günün hansı hissəsini yatır? 24-də 12. İxtisar olunmayan kəsirlər 2-də 1. Heyvanın adı fil günün hansı hissəsini yatır? 24-də 3. İxtisar olunmayan kəsirlər 8-də 1. Heyvanın adı ilan günün hansı hissəsini yatır? 24-də 18. İxtisar olunmayan kəsirlər 4-də 3. Hansı heyvan günün 2-də 1 hissəsini yatır? Şir. Hansı heyvan günün 2-də 1 hissəsindən çox yatır? İlan. Hansı heyvan günün 12-də 5 hissəsini yatır? İt. 8. Uşaqlardan kimin fikri doğrudur? Bunu necə izah etmək olar? Pizzanın 16-da 4 hissəsi yeyilib. Bununki doğrudur. Pizzanın 4'te 1 hissəsi yeyilib. Bu da doğrudur. Pizzanın 8'de 3 hissəsi yeyilib. Bu isə yanlışdır. Belə əsaslandırmaq və ya izah etmək olar. Dəftər yerinə yaza bilərik ki, 16'da 4 bərabərdir 8'də 2, o da bərabərdir 4'də 1'ə. Yəni cavaba yazırıq Səbinə və Anar. 9. 9. Masada 2,4 stəkan un, 2'də 1 stəkan şəkər tozu, 10'da 2 litr duru yağ, 2'də 1 çay qaşığı vanil var. Səbinə reseptdə istifadə etməklə peçeni hazırlamaq istəyir. Masada olan hansı ərzaq peçeni hazırlamaq üçün çatar? Un. Hansı ərzaqlar peçeni hazırlamaq üçün çatmaq? Şəkər tozu, duru yağ, vanil. Çatmayan ərzaqların hər birindən əlavə nə qədər lazımdır? 1 çıxılsın 2,2'də 1 bərabərdir 2'də 1. 10'da 3 çıxılsın 10'da 2 bərabərdir 10'da 1. 1 çıxılsın 2'də 1 bərabərdir 2'də 1. Cavab şəkər tozu 2'də 1, duru yağ 10'da 1, vanil 2'də 1. Keçək səhifə 16-ya. Onluq kəsirlər 1. Təsvirlərə uyğun ədədi adi və onluq kəsirlərlə yaz. A. 1,5, 1,5. B. 3,7, 3,7. Yəni belə yazırsınız da. Məsələn, A-nı yazıblar, B-də 3,7'ni yazmağı bilirsiniz. Digərini yazırsınız 3,7. C-də 2,3, ikinci şəkildə isə 2,3, yəni 2,3. 2. Mərtəbə cədvəlini tamamla. Uyğun onluq kəsirləri rəqəmlərlə və sözlərlə yaz. Təkliklər vergül onda birlər. 1,3. Təkliklər 2, onda birlər 1. 2,1, yəni 2,1. Təkliklər 0, onda birlər 4. Yəni rəqəmlə 0,4, sözlə 0,4. Rəqəmlə 0,4. 3. Ədəd oxunda boş xanalara uyğun kəsirləri yaz. Uyğun onluq kəsirləri yaz. 0, 0,1, 0,2, 0,3, 0,4, 0,5, 0,6, 0,7, 0,8, 0,9, 1, 1,1, 1,2, 1,3, 1,4. 4. Ədəd oxunda verilmiş nöqtələri uyğun onluq kəsirləri yaz. 0, 0,2, 0,5, 0,8. 1, 1,3, 1,5. 2, 2,3, 2,6, 2,9. 3. 5. Onluq kəsir şəklində yaz. 10'da 2 bərabərdir 0,2'yə. 1,2 bərabərdir 1,2. Yəni 1,2.
Onda 8 bərabərdir 0,8. 2,1 bərabərdir 2,1, yəni 2,1. 1,4 bərabərdir 1,4, yəni 1,4-ə. 3,9 bərabərdir 3,9, yəni 3,9-a. 6. Onluq kəsir şəklində yaz və bir neçəsini ədəd oxunda göstər. 1,3, 1,3. 4,1, 4,1. 3,5, 3,5. 0,6, 0,6. 0,2, 0,2. 2,7, 2,7. 7. Uyğun onluq kəsirləri seç. A. Onda birlər mərtəbəsindəki rəqəmi 2 olan ədədlər. 0,2, 32,2, 27,2. Digəri. Onda birlər mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmdən kiçik olan ədədlər. 7,5, 5,4, 27,2, 45,3. Onda birlər mərtəbəsindəki rəqəmi onluqlar mərtəbəsindəki rəqəmdən kiçik olan ədədlər. 32,2, 45,3. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.